Auditoriya dediyimiz hər yerdir. Məktəbdə siz oradır, bir iclasda siz oradır, tədbirdə siz səhnədir, hər yer auditoriyadır. Hətta mənə görə siz əgər ikinizə görüşürsünüzsə, ikili dialogda belə balaca masa sizin üçün səhnədir. Əzbərlənmiş, hansısa mənbədən götürülmüş, əslində içindən keçirmədiyin, özünün idrakında həzm edə bilmədiyin fikirləri başqalarına təlqin eləməyə çalışırsansa, o sadəcə olaraq bir yığın söz olur. Azərbaycan əskərləri, Türkiyədən gələn qardaş əskərlərdən, hətta siz dediniz o çıxını vurgulayım, çiyin-çiyinə, yan-yana dayanırlar. Bax, daha deyirəm. Azərbaycan əskərləri, Türkiyədən gələn qardaş əskərlərlə çiyin-çiyinə, yan-yana dayanırlar. Əskərlərimizə baxdıqca iki dövlət, bir millət şüarının nə demək olduğunu hər birimiz görə bilirik. Adətən məndən soruşurlar ki, auditoriyanı necə fərq eləmək olar? O səbəbdən də çıxışımıza belə bir ad vermişdik. Bu sual nə zaman mənə verilirsə, deyirəm ki, diksiyan təmizdirsə və nə danışacağını bilirsənsə və ən azından mən üçün filan kəs olaraq oradayam, bunu anlamısansa, nə olar özün kimi? Onların hədiyyələri varsa, buyurun.